Beynəlxalq axtarışda olan 27 yaşlı Sənan Əsədzadə Misirin paytaxtı Qahirə şəhərində saxlanılıb. Bizim media xəbər verir ki, Sənan Əsədzadə barəsində ümumilikdə 17 epizod üzrə cinayət işi açılıb. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin 2025-ci ilin noyabrında yaydığı məlumata görə onun vətəndaşlara qarşı ümumilikdə 412 min dollarlıq dələduzluq etdiyi müəyyən olunub və barəsində beynəlxalq axtarış verilib. Belə ki, çox sayda vətəndaş Sənan Əsədzadənin xaricdən avtomobil gətirməyi adı ilə onlardan vəsait aldığını, lakin maşınları təslim etmədiyini bildirərək şikayət etmişdilər. Tərtər şəhər ərazisində fəaliyyət göstərən kafelərdən birində ölümlə nəticələnən bıçaqlanma olub. Məlumata görə Ağdam rayon sakini 1999-cu il təvəllüdlü Nabil Aslanov naməlum şəraitdə hücuma məruz qalıb. Bədəninin müxtəlif nahiyələrindən çox saylı bıçaq xəsarətləri alan yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 27 yaşlı gənc yolda dünyasını dəyişib. Baş vermiş faktla bağlı cinayət işi başlanıb. Tərtərdə 27 yaşlı gənci qətlə yetirən şəxsin kimliyi məlum olub. Son dəqiqə məlumata görə hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Nağıyev Səfxan saxlanılıb.